Mənim özümə hansısa regiona getdiyim zaman ya da deyək ki, hansısa şəhərə gəldiyim zaman professional bələdçidən daha çox yerli insanın təcrübəsi daha maraqlı gəlir. Bəli. Çünki professional bələdçinin bir guideline olur. Yəni bir frame olur ki, o çərçivədən kənara çıxmasın. Doğru. Amma yerli insanın belə bir nüansı olmadığına görə və o hər şeyi, o deri necə var elə danışdığına görə bu daha maraqlı təcrübədir. Məsəl üçün, regionlardakı insanları yetişdirmək və yerlilərdəki, misal üçün, deyək ki, Astarada Astara bələdçisi var və mənim bütün dostlarım gedəndə onun xidmətindən istifadə edir. Mən hələ ki, istifadə eləməmişəm və o hidden gems, harada gizli yerlər var, ora aparır. Haranı ki, kitabdan oxuyaraq bələdçi olan ya da ki, səthi gəzən bələdçi onun qədər bilmir. Çünki o uşaqlıqdan orada böyüyübdür. Biz orada niyə bu yetişdirmədə tam fokuslana bilmirik?